Ekranda gördüyünüz sual qəbul imtahanına düşə biləcək sual tiplərindən biridir. Hansı ki, DİM test toplusunda, 2025-ci il DİM test toplusunda bu sual verilmişdir. Gəlin şərtə baxaq. Şəkildəki kimi bağlanmış cisimlərin kütlələri M1 bərabərdir 3M və M2 M-dir. Cisimlər sərbəst buraxıldıqdan sonra sistem sabit A təcili hərəkətə başladı. M1 kütləli cismə təsir edən sürtünmə qüvvəsi nəyə bərabərdir? Baxın, fikir versəz M2-yə M deyir, şərtdə M1-ə isə 3M deyir. Əlbəttə ki, M kütləli cismə yer tərəfindən ağırlıq qüvvəsi təsir edəcək və aşağıya doğru yönələcək. MG ilə hesablanacaq. Bu iplərdə gərilmə qüvvəsi yaranacaq. Gərilmə qüvvəsi cisimdən ipə doğru yönəlir və T-ni yazmalıyıq. Eyni ilə bax burada da cisimdən ipə doğru yönəlir. T-də gərilmə qüvvəsidir. Sonra deyir ki, cisimlər sərbəst buraxıldıqdan sonra A təcili hərəkətə başladı. Əlbəttə ki, M2 kütləli cisimimizin təcili hərəkət olacaq, aşağıya doğru olacaq. A təcili aşağı oldu. İndi bu cisim A təcili aşağıya doğru hərəkət edəndə, əlbəttə ki, iplə bağlı olduğundan, deməli bu cismi hara dartacaq? Sağa doğru dartacaq. Deməli artıq burada təcili olacaq sağa. Sürtünmə qüvvəsi hərəkətinin əksinə doğru yönəldiyindən cisim və səth arasında yaranır və əksinə doğru F sürtünməni yazmalıyıq. İndi burada təcil A bərabərdir. F əvəzləyici bölək M sistem olacaq. Sistemin kütləsi onu təşkil edən cisimlərin kütlələri cəminə bərabərdir. Yəni 3M ilə M-in cəmi olacaq. O da bizə verəcək 4M. Məxrəcdə 4M-mi yazdım. Əvəzləyici qüvvəni necə tapacağam? Əvəzləyici qüvvəni tapanda biz istiqamətə fikir verməliyik. Əgər qüvvələr eyni istiqamətli yönəlibsə, bu zaman qüvvələr toplanır. Yox, əks istiqamətli yönəlibsə, çıxılır. Bax, gördünüz, bax bu ipi sanki açıram. Fikir verin. İpi sanki açanda, bax bu M2 kütləli cismim oldu. Bu zaman MG necə yönələcək? Bax bu istiqamətdə yönələcək. Aha, fikir verin indi. MG ilə F sürtünmə necədir? Əks istiqamətdə yönəldi. Deməli, artıq mən nə etməliyəm? Çıxmalıyam. A təcillə aşağıya doğru hərəkət etdiyindən, deməli, MG daha çoxdur. Ona görə də mən MG-dən çıxacam F sürtünməni. Aldım ki, yekunda A bərabərdir. MG çıxaq F sürtünmə bölək 4M. Buradan MG çıxaq F sürtünmə bərabər olacaq 4M vuraq A-ya. F sürtünməni tapanda isə MG-dən çıxmalısız 4M-anı. Buradan M-i ortaq vuruq çıxardıram. Olacaq J çıxaq 4A.